Bölüklerle Silahlı Qüvvələrin, Harad heyətlərinin, Vətən müharibəsində tribuna önündən geçin. Döyüş bayrakları grubuna Vətən müharibəsində, müqəddəs döyüşlərdə əsir qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Vətən müharibəsi qəhrəman Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları, dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət Harad heyəti, heyətə general-mayor Polkovnik Mehmet Müseyibov'un başçılığı, Harad heyetine Qarabağ ordenli Polkovnik Talih Zəfər paradında ey yaxşı Türk qardaşın var. Müzəffər ordumuz, qalib ordumuz, müzəffər ordumuz, qalib ordumuz. Tüm Azərbaycan Türkiye qardaşlığı. Tribunaya Devlet Sərhəd Xidmətinin hərbi qulluqçular yaxınlaşırlar. Parad heyətlərinə General-Mayor Resul Mayor Eldar Guliyev'in rehberliği altında tribunaya doğru ilerleyin. Rehberliği altında tribunaya doğru ilerleyin. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Harad heyəti. Harad heyətinə General-Mayor Füzuli Salahov başçılıq edir. Elli yıl önce Ulu Önder Heydər Əliyev'in yarattığı Cemşir Naşvaz adına Hərbi Liseyin kursantlarından ibaret Harad heyətində 152 milimetrelik özü geriyen Havitsa, Akasya. Boşku üzerinde 220 milimetrelik ağır otsa toz 1A. Havitsalar, Dana. ...122, 160 milimetrelik yaylım ateşli reaktif sistemler, Gradlar. ...122 milimetrelik yaylım ateşli reaktif sistem raketler TR-300 kasırga
360 milimetrelik 360 milimetrelik Harbi Aviasya'nın uçuşlar başlanır. Mi-17 Harbine giren desant helikopterleri çıktığı Karabağ Ordenli Polkovnik Hasan Ali